Salam, hər vaxtınız xeyir olsun. Bugün avqust ayının 17-si, saatlarımız 10'u göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid alaq xəbərlərə. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış prosesi davam etdirilir. Bu mərhələdə Xocavənd rayonunun Quzeyxırman kəndinə 18 ailə 82 nəfər, Güneyxırman kəndinə isə 21 ailə 103 nəfər, Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 11 ailə 39 nəfər köçürülüb. Köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Beləliklə, bugün köçdə nəzərə alınmaqla ümumilikdə bir şəhər, 10 rayonun 47 yaşayış məntəqəsinə 9557 ailə, 38612 nəfər məskunlaşmış olacaq. Yaxın Şərq ölkələrinin neft istehsalçıları Hörmüz boğazından xeyli miqdarda xam neftin gizli ixracını həyata keçiriblər. Bloomberg istinadən verilən məlumata görə boğazdan Oman körfəzindəki böyük tankerlərə böyük həcmdə neft daşınır. Agentliyin məlumatına görə gəmilər Hörmüz boğazından transponderləri söndürülmüş şəkildə keçirlər. Bu daşımalar bir neçə aydır ki davam edir və onların həcmi hazırda gündəlik 4 milyon bareli keçir. Qeyd olunur ki, bir çox gəmi sahibləri və İxracatçılar üçün bu cür daşımalar neft tədarükünü davam etdirməyin yeganə yoludur. Bloomberg qeyd edir ki, bu gizli ixraclar Brent markalı neftin qiymətini barel üçün 80-90 dollar saxlamağa kömək edir. ABŞ prezidenti Donald Trump Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında kollektiv təhlükəsizlik sazişinin bağlanmasını müsbət qiymətləndirib. Trump bu barədə Truth Social sosial şəbəkədə yazıb. Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın bu yaxınlarda Məkkədə müdafiə sazişi bağlamasından çox məmnunam. Bu, Yaxın Şərqin birləşdiyini və ölkələrin nəhayət özlərini daha yaxşı müdafiə edə biləcəklərini göstərir deyə Amerika lideri bildirib. ABŞ rəhbəri həmçinin sazişi çox vacib və cəsarətli addım kimi qiymətləndirib. İran hakimiyyəti ABŞ və İsrailin atəşkəsə nail olmaq istiqamətində səylərinin müvəqqəti xarakter daşıdığını və tərəflərin yeni hərbi qarşıdurmaya hazırlaşdığını bildirib. Bu barədə adı açıqlanmayan rəsmilərə və kəşfiyyat məlumatlarına istinadən The Wall Street Journal qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə Tehranda hesab edirlər ki, hazırki danışıqlar yalnız yeni münaqişədən əvvəl fasilə ola bilər. İran tərəfi iyunda imzalanmış anlaşma memorandumunu ABŞ və İsrailin qlobal iqtisadiyyata, xüsusilə enerji bazarlarına təzyiqi azaltmaq və növbəti mərhələyə hazırlaşmaq üçün vaxt qazanmaq cəhdi kimi qiymətləndirir. Qəzet yazır ki, Tehran mümkün yeni hücumlara cavab verməyə hazırlaşır. Nəşrin fikrincə, bu vəziyyət tərəflər arasında dərin qarşılıqlı etimadsızlığın qaldığını göstərir və yaxın zamanda davamlı razılaşmanın əldə edilməsini çətinləşdirə bilər. Qeyd olunur ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranın Hörmüz boğazı ilə bağlı razılaşmaları pozduğunu əsas gətirərək ölkəyə geniş miqyaslı zərbələri bərpa edib. Avqustun 2-də ABŞ prezidenti Donald Trump İrana qarşı planlaşdırılan güclü hücumun razılaşma əldə etmək məqsədi ilə ləğv edilməsinə razılıq verdiyini açıqlayıb. Trumpın sözlərinə görə Tehran və bir sıra ərəb paytaxtları Vaşinqtondan hücumdan çəkinmək istəyib. Çünki tərəflər mümkün gələcək razılaşmanın əsas konturları üzrə anlaşmışdılar. Bununla belə nəşrin məlumatına görə Tehran qarşıdurmanın yenidən alovlana biləcəyi ehtimalını yüksək qiymətləndirir və buna hazırlaşır.
Yaxın Şərqdə yaranan gərginlik, Hörmüz boğazı və Süveyş kanalından daşımalarla bağlı risklər Çinin Avropaya alternativ ticarət marşrutları axtarışını sürətləndirib. Pekinin diqqət mərkəzində Rusiyanın şimal sahillərindən keçən Şimal Dəniz yolu dayanır. Bu barədə Britaniyanın The Guardian nəşri məlumat yazıb. Təxminən 5500 kilometr uzunluğunda olan Şimal Dəniz yolu Şimal Qütb dairəsindən keçərək Asiya ilə Avropanı birləşdirir. Marşrut əsasən ilin isti aylarında gəmiçilik üçün əlverişlidir. Bununla belə Arktikada yay dəniz buzlarının azalması naviqasiya mövsümünün tədricən uzanmasına imkan yaradır. Çinin Sea Legend gəmiçilik şirkəti 2025-ci ildə həyata keçirdiyi sınaq səfərlərindən sonra bu il Arktika üzərindən müntəzəm konteyner daşımalarına başlayıb. Şirkətin məlumatına görə Çinin Ningbo Zhoushan limanından Böyük Britaniyanın Felixstowe limanına səfər Şimal Dəniz yolu ilə təxminən 18 gün çəkir. Süveyş kanalı üzərindən eyni istiqamətdə daşımaları isə 40 gündən çox davam edə bilər. Mütəxəssislər hesab edirlər ki, daha qısa tranzit müddəti xüsusilə elektromobillər, litium batareyaları və günəş enerjisi avadanlıqları kimi temperatura həssas məhsulların daşınması üçün üstünlük yarada bilər. Çinin Arktika ilə bağlı planları da yeni deyil. Çin lideri Xi Jinping hələ 2017-ci ildə Rusiya ilə birlikdə Arktika gəmiçilik marşrutlarının inkişaf etdirilməsini və Qütb İpək yolu yaradılmasını təklif etmişdi. Şimal Dəniz yolunun böyük hissəsinə nəzarət edən Moskva əvvəllər Çinin Arktikada atan fəallığına ehtiyatla yanaşsa da, Ukrayna müharibəsindən və Qərbin sanksiyalarından sonra Rusiya ilə Çin arasında bu sahədə əməkdaşlıq genişlənib. Marşrut üzrə naviqasiya icazələrini Rusiyanın Dövlət Nüvə Korporasiyası Rosatom verir. Şirkət eyni zamanda gəmilərin buzlu sulardan keçməsi üçün nüvə enerjisi ilə işləyən buzqıranlardan da istifadə edir. Hörmüz böhranı alternativ marşrutlara xüsusilə də marağı artırıb. Rusiya prezidenti Vladimir Putin də Şimal Dəniz yolunun beynəlxalq ticarətdə rolunun artırılmasını dəstəkləyir. Lakin ekspertlər Arktika marşrutunun hazırda Hörmüz və Süveyşə tam alternativ ola bilməyəcəyini bildirirlər. Əsas problemlər arasında yüksək əməliyyat xərcləri, məhdud naviqasiya mövsümü, sığorta və təhlükəsizlik məsələləri, həmçinin Rusiyaya qarşı beynəlxalq sanksiyalar göstərilir. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai Kanadanın ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına dəstək verdiyini iddia edib. İranlı diplomat Kanadanın bu addımı nəticəsində ABŞ-nin ehtiyat komandasına çevrildiyini qeyd edib. Bəqai Kanadanın mövqeyini tənqid edərək Vaşinqtonun siyasətini dəstəkləyən Tehrana qarşı hərbi əməliyyatlarda iştirak formasına çevrildiyini vurğulayıb. Hörmüz boğazında 3 güclü partlayışın baş verdiyi bildirilir. Bu barədə İran mediası məlumat yayıb. Qeyri-rəsmi mənbələr isə partlayışların qaydaları pozduğu iddia edilən gəmilərə İran tərəfindən raket atılması nəticəsində baş verdiyini bildirir. Hadisə ilə bağlı əlavə detalların və rəsmi məlumatların da yaxın saatlarda açıqlanacağı qeyd olunur. Tacikistanın Energetika və Su Ehtiyatları naziri Daler Cuma və İranın Xarici İşlər naziri Abbas Əraqçı ticarət və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı danışıqlar aparıblar. Bu barədə Tacikistan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirliyin rəsmi açıqlamasında bildirilir. İran Xarici İşlər naziri Abbas Əraqçı ilə ikitərəfli münasibətlərin vəziyyətini və perspektivlərini müzakirə etdi. Tərəflər həmçinin ticarət, iqtisadi və sənaye əməkdaşlığı məsələlərinə də toxunublar. Görüş zamanı departament rəhbərləri enerji sektoruna xüsusi diqqət yetiriblər. Xüsusilə İrandan Tacikistana xam neft və neft məhsullarının tədarükünün təşkili mexanizmləri müzakirə edilib. Nazirlər iqtisadi məsələlərlə yanaşı cari, regional və beynəlxalq məsələlər barəsində də fikir mübadiləsi aparıblar.
ABŞ prezidenti Donald Trump, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə müştərək müdafiə sazişini böyük cəsarətli və mühüm addım kimi qeyd edib. Türkiyə bürosu xəbər verir ki, Qartaram sazişinin məmnunluğunu ifadə edərək üç ölkənin liderliyini təbrik edib. O anlaşmanın yaxın şərqin bir araya gəldiyini göstərib. Həmçinin sazişin ölkələrin özlərini də daha güclü şəkildə müdafiə etmələrinə imkan yaratdığını bir daha qeyd edib. İran hesab edir ki, ABŞ və İsrailin atəşkəsə nail olmaq səyləri yalnız bazarlardakı təzyiqi azaltmaq və döyüşlərin yeni mərhələsinə hazırlaşmaq məqsədi daşıyır. Bu barədə The Wall Street Journal adı açıqlanmayan rəsmilərə əsasən məlumat yayıb. Nəşrin məlumatına görə Tehranda hazırki danışıqların yalnız münaqişədən əvvəlki fasilə ola biləcəyinə inanırlar. Bağlanmış memorandum isə ABŞ və İsrailə qlobal iqtisadiyyat üzərindəki təzyiqi azaltmaq və vaxt qazanmaq imkanı yaratmaq məqsədi daşıdığını ehtimal edir. Qəzetin bildirdiyinə görə Tehranın cavab verməyə hazır olması tərəflər arasında dərin inamsızlığın mövcudluğunu göstərir. Bu isə yaxın zamanda münaqişənin davamlı şəkildə dayandırılması barədə razılaşmanın əldə olunmasını çətinləşdirə bilər. ABŞ USS George Washington təyyarə daşıyan gəmisini Sakit Okeanın qərbindən yaxın şərqə göndərir. O təxminən 9 aydır dənizdə olan USS Abraham Lincoln gəmisini əvəz edəcək. Associated Press-ə istinadən verilən xəbərə görə Yaponiyada yerləşən USS George Washington bu həftə Malakka boğazından idarə olunan raket esmineslərinin müşayiəti ilə keçib. Mütəxəssislərin fikrincə, Sakit Okeanda Amerika təyyarə daşıyan gəmilərinin olmaması Çinə regionda gücünü nümayiş etdirmək üçün fürsət yarada bilər. USS Abraham Lincoln noyabrda planlaşdırılan yerləşdirməyə başlayıb və yanvar ayında İrana qarşı əməliyyatda iştirak etmək üçün yaxın şərqə köçürülüb. The Wall Street Journal'ın məlumatına görə hazırda təyyarə daşıyan gəmi İran limanlarının blokadasında iştirak edir. ABŞ-nin Indiana ştatında baş verən fırtına və daşqın nəticəsində azı 7 nəfər həyatını itirib. The New York Times qəzetinə istinadən verilən xəbərə görə ölənlərin 486 yaşlı şəxslər olduğu bildirilir. Fırtına ştatı 11 avqustda vurub. Bəzi ərazilərdə küləyin sürəti 44 metr saniyəni keçib və suyun səviyyəsi 113 illik maksimuma çatıb. Verilən məlumata görə fırtına səbəbindən Indiana və Havayın 280 mindən çox sakini elektriksiz qalıb. Indianada daşqınlar səbəbindən 130.400-dən çox insan, Havayda isə təxminən 151.500 abonent elektriksiz qalıb. Havayda elektrik kəsintiləri əsasən Lala qasırğasından zərər çəkən Havay, Honolulu və Maui dairələrinə daha çox təsir edib. Avropada davam edən güclü istilər fonunda meşə yanğınları geniş ərazilərə yayılıb. Yunanistanda yaşlı cütlük yanğın nəticəsində həyatını itirib. Belçikanın ən böyük təbiət qoruğunda isə minlərlə hektar ərazi yanıb. Bu barədə The Guardian məlumat yayıb. Yunanistan sahil mühafizəsinin məlumatına görə Salamis adasında baş verən yanğın zamanı ər-arvad Perseriya çimərliyi ərazisindəki evlərinin qarşısında ölü tapılıb. Yanğın təhlükəsi səbəbindən 500-dən çox insana təxliyə olunmaq barədə göstəriş verilib. İspaniyanın Aragon bölgəsində də geniş miqyaslı meşə yanğınları davam edir. Yanğının söndürülməsinə kömək edən hərbiçilərdən də biri həlak olub. Təxminən bir həftədir davam edən alovun 1000 illik monastırı da təhlükə altına qoyduğu bildirilir. Belçikada isə 3000 ərazi külə dönüb. Ən ağır vəziyyətlərdən biri elə Belçikada qeydə alınıb. Ölkənin ən böyük təbiət qoruğu olan Hayfensdə cümə günü başlayan yanğın təxminən 3000 hektar ərazini məhv edib. Alov bazar günü səhər saatlarında Almaniya sərhəddi istiqamətində yayılmağa başlayıb. Liej əyalətinin Ven və Bütxenbach bələdiyyələrində təxminən 600 nəfərin evlərini
tərk etməsi tələb olunub. Küləyin istiqamətinin dəyişməsi və tüstünün geniş əraziyə yayılması səbəbindən turistlərə də bölgədən uzaqlaşmaq tövsiyə edilib. Təxliyə edilənlərdən təxminən 20 nəfər gecəni idman zalında keçirib. Digərləri isə qohum və dostlarının evində yerləşdirilib. Liej əyalətinin qubernatoru Erve Jamarın sözlərinə görə yanğınla mübarizəyə Almaniyadan gələn qüvvələr də daxil olmaqla 250-dən çox yanğın söndürən və fövqəladə hallar əməkdaşı cəlb edilib. Yerli fermerlər də traktorların köməyi ilə Robertville gölündən su daşıyaraq yanğın söndürmə əməliyyatlarına qoşulublar. Ərazi sıx meşələrdən, torflu bataqlıqlardan və ağır texnikanın hərəkətini çətinləşdirən sahələrdən ibarət olduğuna görə yanğınla mübarizədə aviasiyadan da geniş istifadə olunur. İsveçdən 2 yanğın söndürən təyyarə, Belçika və Niderlanddan isə ümumilikdə 4 helikopter əməliyyata cəlb olunub. Belçikanın Daxili İşlər naziri Bernard Quentin bildirib ki, Jalhay və Almaniyanın Monschau şəhəri istiqamətində irəliyən 2 yanğın cəbhəsi artıq nəzarət altındadır. Bununla belə vəziyyətin mürəkkəb olaraq qaldığı deyilir. Rəsmilər Haifensdəki yanğını Belçikanın müasir tarixində ən böyük meşə yanğını kimi qiymətləndirirlər. Hətta Avropanın bir sıra ölkələrində də vəziyyət ağır olaraq qalır. Meşə yanğınları Avropanın digər bölgələrində də ciddi fəsadlara səbəb olub. Xorvatiyada istirahət bölgəsində baş verən yanğında 1 nəfər ölüb, 40 nəfər yaralanıb, 1200 nəfər təxliyə edilib. Almaniyanın qərbində və Fransanın cənub-qərbində yerləşən yaşayış məntəqələrindən yüzlərlə insan təhlükəsiz ərazilərə köçürülüb. Yunanistanda yanğın təhlükəsi ilə üzləşən çimərliklərdən turistlərin təxliyəsi davam edir. Avropa İttifaqı qitənin müxtəlif bölgələrində son dərəcə güclü meşə yanğınlarının yayıldığı barədə bir daha xəbərdarlıq edib. Avropanın böyük hissəsində davam edən kəskin isti və quraq hava şəraiti yeni yanğınların yaranması və mövcud alovun sürətlə yayılması riskini daha da artırır. ABŞ-nin Indiana ştatında fırtınada və daşqında isə 7 nəfər həlak olub və avqustun 11-də başlayaraq müxtəlif ərazilərə ciddi ziyan vurub. Güclü yağışların səbəb olduğu daşqınlar insan tələfatına qədər gətirib çıxarıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır. İran sanksiyalar səbəbindən nefti qaçaq yollarla satmağa məcbur olur. Bunu İran prezidentinin müavini Məhəmməd Cəfər Qayımpənah yerli mediaya açıqlamasında deyib. Sanksiyalara məruz qalanda bu nefti qaçaq yollarla satmalı olduğumuz deməkdir. Bu durumda məcburən nefti satmaları üçün treyderlərə və ya vasitəçilərə verməli oluruq. Amma bu neftin satılıb satılmayacağı və pulunun nə vaxt geri qayıdacağı da bəlli deyil. Belə bir şəraitdə satışın vaxtı, pulun necə geri qaytarılacağı və yükün yüklənənədək təhlükəsizliyinin necə təmin ediləcəyi kimi suallar ortaya çıxır. Bu vəziyyət qazanc əldə etmək üçün zəmin yarada bilər. Bununla belə hökumət sanksiyaları aradan qaldırmağa çalışır ki, artıq gəliri bu yollarla əldə etməyək deyə İran rəsmisi vurğulayıb. Kongo Demokratik Respublikasında davam edən Ebola epidemiyası ölkə tarixində bu virusun səbəb olduğu ən ölümcül epidemiya olub. Bu barədə hökumət rəsmiləri məlumat yayıb. Konqonun İctimai Səhiyyə İnstitutunun məlumatına görə Ebola nəticəsində ölənlərin sayı azı 2325 nəfərə çatıb. Bununla da hazırki epidemiya ölüm sayına görə 2018-2020-ci illərdə ölkədə baş vermiş Ebola epidemiyasını geridə qoyub. Ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 4945-ə çatıb. Son 24 saat ərzində daha 101 yeni yoluxma faktı qeydə alınıb. BMT daha əvvəl vəziyyətin son dərəcə ağır olduğunu bildirərək Kongo Demokratik Respublikasında hər 30 dəqiqədə bir nəfərin Ebola səbəbindən öldüyünü açıqlayıb. Hazırda ölkənin 26 əyalətinin 6-sında yoluxma qeydə alınıb. Epidemiya əsasən Kongonun şimal-şərq sahilləri boyunca
boyunca yerləşən ərazilərini əhatə edir. İturi əyalətində isə 3400-dən çox yoluxma aşkarlanıb. Hazırki epidemiya ilk dəfə məhz bu bölgədə qeydə alınıb. Məlumata görə yoluxmaların artım sürəti baxımından hazırki epidemiya Ebola virusunun məlum tarixində ən sürətlə yayılan epidemiyaya çevrilib. Vəziyyəti daha da mürəkkəbləşdirən amillərdən biri isə epidemiyaya səbəb olan virusun nadir Bundibugyo ştamına qarşı təsdiqlənmiş peyvənd və xüsusi müalicə vasitəsinin olmamasıdır. Sərhədsiz Həkimlər Təşkilatının Kongoda çalışan ictimai səhiyyə mütəxəssisi Thomas Parish bildirib ki, yoluxanların bir çoxu hələ də xəstəliyin çox gec mərhələsində aşkarlanıb. Onun sözlərinə görə bəzi xəstələr yalnız icmalarda öldükdən sonra Ebola daşıyıcısı kimi müəyyən edilirlər ki, bu da epidemiyanın nəzarət altına alınmasını daha da çətinləşdirir. Qonşu Uqandada isə indiyədək azı 20 Ebola yoluxması qeydə alınıb. Bütün hallar ölkənin paytaxtı Kampalada aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı may ayında Kongo və Uqandadakı Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib. Ebola virusu insanlara yoluxmuş vəhşi heyvanlardan keçə və daha sonra isə insanlar arasında qan, ifrazatlar və digər bədən mayeləri ilə birbaşa təmas nəticəsində yayıla bilər. Virus həmçinin yoluxmuş şəxsin istifadə etdiyi çirklənmiş əşyalar və səthlər vasitəsilə də ötürülə bilər. 2014-2016-cı illərdə Qərbi Afrikada baş vermiş Ebola epidemiyası zamanı Qvineya, Liberiya və Sierra Leone'də ümumilikdə 28616 yoluxma və 11310 ölüm faktı qeydə alınmışdı. İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Ceutada 200-ə yaxın miqrant sığınacaq verilməsi tələbi ilə etiraz aksiyası keçirib. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə aksiya trampolin çimərliyində yaradılmış müvəqqəti düşərgədə baş tutub. Etirazçılar İspaniya bayraqları və müxtəlif şüarlar yazılmış plakatlar qaldıraraq ölkədə qalmaq, işləmək və ailələrinə yardım etmək istədiklərini bildiriblər. Aksiya iştirakçıları sığınacaq şüarı səsləndirərək İspaniya hakimiyyətindən hüquqi statuslarının müəyyənləşdirilməsini tələb ediblər. Miqrantlara yardım göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri də plakatların hazırlanmasına kömək ediblər. Trampolin çimərliyi son günlər yüzlərlə miqrantın müvəqqəti yaşayış yerinə çevrilib. EFE-nin daha əvvəl yaydığı məlumata görə burada təxminən 1500 nəfər məskunlaşıb. Onların bir hissəsi qamış, plastik və kartondan hazırlanmış müvəqqəti sığınacaqlarda yaşayır. Qeyd edək ki, avqustun 15-də Mərakeş Təhlükəsizlik Qüvvələri yüzlərlə miqrantın Ceutaya keçmək cəhdinin qarşısını alıb. Sərhəddə keçirilən əməliyyat zamanı yüzlərlə şəxs saxlanılıb. Çexiyada avqustun 16-sında anormal isti hava şəraiti fonunda onlarla meteoroloji stansiyada yeni temperatur rekordları qeydə alınıb. Bu barədə Çexiyanın informasiya agentlikləri məlumat yayıblar. Bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən 170 meteoroloji stansiyadan 39-unda avqustun 16-sı üçün temperatur rekordu yenilənib. Günün ən yüksək temperaturu Çexiyanın şərqində Moraviya və Sileziya bölgəsində qeydə alınıb. Hodeynin şəhəri yaxınlığında havanın temperaturu 37,6 dərəcəyə yüksəlib. Meteoroloqların məlumatına görə bu ilki yay Çexiyada hava müşahidələrinin aparıldığı bütün dövr ərzində ən isti yay mövsümlərindən biri ola bilər. Yüksək temperaturla yanaşı ölkədə güclənən quraqlıqda ciddi narahatlıq doğurur. Hazırda quraqlığın Çexiya ərazisinin 88%-ni əhatə etdiyi bildirilir. Hökumət quraqlığın nəticələri ilə mübarizə üçün yaxın perspektivdə 4 milyard kron, təxminən 190 milyon dollar vəsait ayırmağı planlaşdırır. Avqustun 17-sində Nazirlər Kabinetinin baş nazir və nazirlərin məzuniyyətindən sonra keçiriləcək ilk iclasda ölkədəki quraqlıq vəziyyətinin ayrıca müzakirə olunacağı gözlənilir.
Kaliforniya ştatının San Diego şəhərinin şimalında meşə yanğını baş verib, hakimiyyət orqanları bəzi ərazilərin sakinləri üçün təxliyə əmri verib. Yerli yanğın söndürmə rəsmiləri bildirirlər ki, Sorrento yanğını 53 hektar əraziyə yayılıb və onun 15% lokallaşdırılıb. Yanğınla mübarizədə 160 yanğın söndürən və 54 texnikanın iştirak etdiyi bildirilir. Hindistanın şimal-şərqində yerləşən Bihar ştatında dini mərasim zamanı yaranan izdiham nəticəsində 7 nəfər həyatını itirib, onlarla insan xəsarət alıb. Bu barədə yerli polisə istinadən ANI agentliyi məlumat yayıb. Hadisə bazar ertəsi səhər Aşok Dham məbədinin yaxınlığında baş verib. Bihar polis rəisinin müavini Shivam Kumarın sözlərinə görə ilkin ehtimalla əsasən elektrik xəttinin dirəyi aşıb. Bir neçə nəfər elektrik cəryanının vurması nəticəsində ölüb. Bundan sonra insanlar arasında təşviş yaranıb və izdiham baş verib. 7 nəfərin öldüyü barədə məlumat daxil olub. Hadisənin dəqiq səbəbi bütün şərait araşdırıldıqdan sonra müəyyən ediləcək deyə Shivam Kumar bildirib. Hadisə nəticəsində onlarla insanın yaralandığı, onlardan bəzilərinin vəziyyətinin hazırda ağır olduğu bildirilir. Məlumata görə həmin vaxt məbədin ətrafına Hindu tanrısı Shivanın şərəfinə dua etmək və su ilə ritual yuyma mərasimində iştirak etmək üçün çoxlu sayda insan toplaşıb. İlkin hesablamalara görə ərazidə təxminən 50 min zəvvar olub. Qeyd edək ki, Aşok Dham məbədində daha əvvəl də oxşar hadisə yaşanıb. 2019-cu ildə hindular üçün müqəddəs sayılan Şravan ayında keçirilən ziyarət zamanı yaranmış izdihamda azı bir nəfər ölüb, bir neçə nəfər də xəsarət alıb. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Rusiyaya qarşı 22-ci sanksiyasını elan edib. Onun sözlərinə görə bu 2022-ci ildən bəri ən böyük sanksiya paketi olacaq. Verilən məlumata görə yeni paketin qəbul edilməsi Avropa İttifaqı sanksiyalarına məruz qalan Rusiyanın fiziki və hüquqi şəxslərinin sayını təxminən 1/3 qədər artıracaq. Kaja Kallas bildirib ki, Brüssel bu payız Rusiyaya qarşı sanksiya təzyiqini artırmaq niyyətindədir. Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti Volodymyr Zelenski Rusiyaya qarşı yeni sanksiyaların hazırlandığını açıqlayıb. O məhdudiyyətlərin Rusiyanın hərbi sənaye və maliyyə sektorlarına, eləcə də vasitəçilərə təsir edəcəyini bildirib. Pentagonun keçmiş rəhbəri və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Leon Panetta Rusiyanın Avropaya təhlükə yaratdığını bildirib. Panetta Bayel'da müsahibəsində NATO'nun Rusiyanın mümkün addımlarına qarşı son dərəcə hazırlıqlı olması gərəkdiyini vurğulayıb. Onun sözlərinə görə Moskva NATO'nun müdafiə imkanlarını sınaqdan keçirməyə davam edə bilər. Bu səbəbdən alyans özünün qırmızı xətlərini dəqiq müəyyənləşdirməli və potensial təhdidlərə qarşı vahid bir mövqe nümayiş etdirməlidir. Sabiq nazir hesab edir ki, Rusiyanın əsas məqsədlərindən biri NATO üzvlərinin alyansın kollektiv müdafiəsini nəzərdə tutan 5-ci maddəyə nə dərəcədə sadiq qalacağını yoxlamaq ola bilər. Panetta NATO'nun bu cür ssenarilərə əvvəlcədən hazır olmasının vacibliyini qeyd edib. ABŞ hərbi analitiki Andrey Martyanov Rusiyanın qərbin sərt ritorikasına baxmayaraq xarici ticarətdə praqmatik siyasət yürütməyə davam etdiyini bildirib. Martyanovun sözlərinə görə 3-cü ölkələrin bayraqları altında üzmək beynəlxalq dəniz daşımalarında geniş yayılmış praktikadır. Analitik Rusiyanın Avropaya dəniz daşımalarını tamamilə dayandırmaq imkanına malik olduğunu iddia edib. O enerji sahəsində bütün müəyyən nümunələrin artıq yaşandığını və neft-qaz tədarükündə dəyişikliklərin baş verdiyini qeyd edib. Martyanovun sözlərinə görə Avropa ölkələri yeni reallıqlara uyğunlaşmaq məcburiyyətindədir.
O, Rusiyanın hazırda Avropanın onu qəbul edib etməməsinə əvvəlki qədər əhəmiyyət vermədiyini vurğulayıb. Analitik Rusiyanın mövqeyini belə ifadə edib. Pulumuz varsa və təklif edəcək bir şeyiniz varsa gəlin, yoxdursa sağ olun, cəhənnəmə gedin. Davam edirik. Zimbabwe hökuməti Kariba su anbarında bərənin batması nəticəsində 84 nəfərin həlak olması ilə bağlı araşdırmaya başlayıb. Bu barədə ölkənin nəqliyyat və infrastrukturun inkişafı naziri Felix Mxonoya istinadən məlumat yayılıb. Kariba su anbarında axtarış xilas etmə işləri davam edir. Bərənin göyərtəsində dəqiq neçə nəfərin olduğu hələ rəsmi olaraq müəyyən edilməyib. İlkin məlumata görə gəmidə təxminən 160 nəfərin olduğu bildirilsə də, onlardan bu rəqəmin 100-dən çox olduğu qeyd edilib. Britaniyada təyyarə qəzaya uğrayıb. İngiltərənin Essex qraflığında keçirilən aviaşou zamanı yüngül mühərrikli təyyarə qəzaya düşüb, pilot ağır xəsarət alıb. Zesan qəzetinə istinadən verilən xəbərə görə hadisə 16 avqust günün ikinci yarısında Hərbi Muzeyin yerləşdiyi tarixi Stowmaris aerodromunda baş verib. Yaralı London xəstəxanasına aparılıb. Qəzetin məlumatına görə tamaşaçılar və digər iştirakçılar xəsarət almayıb. Qəzanın səbəbi hələ ki müəyyən edilməyib, araşdırmalar aparılır. Rusların üsyan etməsini gözləməyin. Onlar çatışmazlıqlara, növbələrə və hakimiyyətə dözməyə öyrəşiblər. Bu barədə Atlantik nəşri yazıb. Ukraynanın Rusiya iqtisadiyyatı üçün problem yaradan və yanacaq çatışmazlığına səbəb olan uğurlu zərbələrinə baxmayaraq, ölkədə kütləvi etirazlar baş verməyib. Onların yaxın vaxtlarda baş verməsi ehtimalı belə azdır. Ruslar hakimiyyətə qarşı üsyan etməkdənsə, yeni problemlərə daha çox uyğunlaşırlar. Çatışmazlıqlar, növbələr və gündəlik çətinliklər onlar üçün yeni bir şey deyil. Sovet dövründən bəri kölələr dözməyə və gözləməyə öyrəşiblər. Amma əsas məsələ dövlət qorxusudur. Hətta indi də Ruslar öz narazılıqlarının hər hansı təzahürünə görə həbs olunmaqdan qorxurlar deyə nəşr bildirib. Məqalədə qeyd olunub ki, narazı, qorxu və kədər yaşayan Rusların sayı artıb. Lakin bu hələ də onları küçələrə çıxarmayıb. Əksəriyyəti hələ də ölkənin düzgün istiqamətdə irəlilədiyinə inanır və problemlərinə görə Putini deyil, Qərbi günahlandırırlar. Ukraynanın zərbələri Ruslar üçün getdikcə daha çox gündəlik problem yarada bilsə də, onların Kremlə qarşı kütləvi şəkildə üsyan qaldıracağına dair ümidlər hazırda əsassızdır. Qərbi Rusiyanın təcavüzünə dolayı şəkildə şərait yaradıb, çünki Ukraynanın NATO-ya üzvlüyünü təmin etməməklə Putinə Ukraynanı Rusiyanın təsir dairəsində görmək üçün əsas verib. Bu barədə Niderlandın 1992-1996-cı illərdə Ukraynadakı ilk səfiri Robert Serri deyib. O, xüsusilə 2008-ci ildə Buxarest sammitində Ukraynanın NATO-ya dəvət edilməməsi ilə bağlı Qərbin qərarını tənqid edib. Alyansa üzvlüklə bağlı konkret fəaliyyət planı əvəzinə Kiyevə gələcəkdə nə vaxtsa NATO-ya qəbul ediləcəyinə dair qeyri-rəsmi vəd verildi. Lakin bununla bağlı heç bir konkretlik olmadı. Əslində bu, Ukraynanın Putinlə NATO arasında bir növ boz zonada buraxılması demək idi. Və Putin Ukraynanın özünün arxa həyəti hesab etmək qərarına gəldi. Bundan sonra bildiyimiz kimi o Gürcüstana müdaxilə etdi. Daha sonra isə Ukraynaya müdaxilə etmək qərarına gəldi. Ona görə də NATO'nun bu müharibəyə görə məsuliyyət daşıdığı fikrini qəti şəkildə rədd etmək doğru deyil. Bütün məsuliyyət Putinin üzərinə düşür. Eyni zamanda NATO'nun burada müəyyən rol olduğunu da qeyd etməliyik. NATO 2008-ci ildə Ukraynanın alyansa üzv olmaq istəyinə daha konkret cavab versəydi, Rusiya-Ukrayna müharibəsi heç vaxt baş verməzdi.
Rusiya Ukraynaya geniş miqyaslı müdaxilənin başlamasından bəri döyüş meydanında təxminən 1,4 milyon itki verib. 2026-cı ildə isə Rusiyanın itkiləri ayda orta hesabla 30 min hərbiçi təşkil edib. Bu barədə Forbes məlumat yayıb. Bu fonda Moskvada Dövlət Dumasına payız seçkilərindən sonra yeni səfərbərlik dalğasının hazırlanması da ehtimal olunur. Eyni zamanda böyük itkilərə baxmayaraq Rusiya 2026-cı ilin yaz və yay hücum kampaniyaları zamanı əhəmiyyətli əməliyyat uğurları əldə edə bilməyib. İtkilər yalnız şəxsi heyətlə məhdudlaşmır. Rusiya həmçinin əhəmiyyətli sayda hərbi texnika və Qara dəniz donanmalarının gəmilərini də itirib. Ukraynanın neft emalı infrastrukturuna endirdiyi zərbələr isə Rusiya iqtisadiyyatına əlavə təzyiq yaradıb deyə məlumatda bildirilib. Ukrayna ordusunun Belgorod vilayətinin Koloskova kəndinə endirdiyi zərbələr nəticəsində 6 dinc sakin həlak olub. Bu barədə Belgorod vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Şuvayev bildirib. Bundan başqa 4 nəfər, o cümlədən bir uşaq xəsarət alıb. Xəsarət alanlardan ikisi xəstəxanaya yerləşdirməkdən imtina edib. Digərləri isə o cümlədən 14 yaşlı uşaq xəstəxanaya göndərilib. Qubernator qeyd edib ki, zərbə nəticəsində həmçinin bir tikili yanıb və bir minik avtomobilinə ziyan dəyib. İran şəhri adlandırılan Fars millətçilərindən ibarət qrup Xəzər dənizinin adının dəyişdirilməsi məsələsini qaldırıb. İranda fəaliyyət göstərən bu millətçi qruplaşma Xəzərin tarixi adının bərpası tələbi adlı kampaniyaya başlayıblar. İranda türk tənqidçilər hesab edirlər ki, bəzi Fars millətçi cəryanlarının Xəzər adını Kaspi və ya Mazandaran adları ilə əvəzləmək cəhdi sadəcə coğrafi ad seçimi deyil. Onların fikrincə bu cəhd türk tarixini əks etdirən izlərin silinməsi və ya zəiflədilməsi meyli ilə bağlıdır. Daha əvvəl keçirilmiş bir kampaniyada Fars millətçiləri Xəzərləri açıq şəkildə işğalçı və anti-İran xalqı adlandıraraq onların adının bu dənizdən silinməsini tələb etmişdilər. Bu cür ifadələr kampaniyanın millətçi mahiyyətini ortaya qoyur. Qeyd edək ki, Xəzər adı tarixdə mövcud olmuş türk mənşəli Xəzər xalqının adından götürülüb. İran İslam Respublikasının rəsmi sənədlərində əsasən Xəzər dənizi ifadəsindən istifadə olunur. İsrailin İbrahim sazişləri, Davud dəhlizi, Qəzza zolağı, Livan, Suriya və İrandakı əməliyyatları bizə çox mühüm mesajlar verir. Fərat və Nil çayları arasındakı ərazini vəd edilmiş torpaqlar elan edən İsrail bu sərhəddi Nildən İranın İsfahan şəhərinə dək genişləndirib. Bu o deməkdir ki, dayanmayacaqlar. Bunu Suriya Demokratik Qüvvələrinin Kobanidəki qüvvələrinin komandiri Mahmud Barxudan deyib. Sözgedən coğrafiyalarda ərəb və türkmənlərlə yanaşı kürdlər də yaşayır. Fələstin, Qəzza və Livanda baş verənlərə canlı şəkildə şahid oluruq. İsrailin dini, siyasi və hərbi məqsədləri kürdlər baxımından da böyük təhdiddir. Məhz bu səbəbdən Prezident Ərdoğan da başlatdığı terrorsuz bölgə prosesini məntiqli hesab edirik. Qarşıdakı bir neçə gün ərzində hər birimiz Suriya ordusunun əskəri olacaq. Qolan, Qoyentera dərə xəttində İsrail işğalı və təhdidi davam edir. Dəməşq bizə həmin xəttdə tapşırıq versə, məmnuniyyətlə gedərik və orada yerləşərik. Müharibə vəziyyəti yaranarsa, vətənimiz uğrunda döyüşməkdən çəkinmərik deyə o bildirib. Xatırladaq ki, bundan əvvəl mediada İsrail ordusunun Suriya ilə müharibəyə başlaya biləcəyi ilə bağlı məlumatlar da yer alıb. Yerli xəbərlərlə davam edirik. İmişli rayonunda şin partlaması zamanı ustanın xəsarət alması ilə nəticələnən hadisə baş verib. Hadisə rayonun Mərzli kəndində qeydə alınıb. Belə ki, qoşqulu yük maşınının şininin təmiri zamanı qəfil partlayış baş verib. Nəticədə təmir işlərini həyata keçirən usta xəsarət alıb. Yaralı İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
İsmayıllıda Şirvan kanalından 77 yaşlı kişinin meyidi tapılıb. Hadisə Şirvan kanalının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Göyçay rayon sakini 77 yaşlı Tahir Quliyevin meyidi kanalda aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Beyləqanda kanalda batan 19 yaşlı qızın meyidi tapılıb. Yuxarı Qarabağ kanalında batan rayonun Dünyamallar kənd sakini Hümbətəliyeva Rəvanə Rəşad qızının meyidi tapılıb. Meyid batdığı yerdən təxminən 8 kilometr aralıda rayonun Türklər kənd ərazisində polis əməkdaşları tərəfindən aşkarlanıb. Meyid sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib, araşdırma aparılır. Cəlilabaddan keçən yük avtomobili yanıb. Hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Rusiya Federasiyası vətəndaşı Şapi Magomedovun idarə etdiyi yük avtomobilində yanğın baş verib. Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. Faktla bağlı araşdırma aparılır. Tovuz rayonunun Düzcırdaxan kəndində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. Ford markalı yüngül ticari avtomobil idarə etmədən çıxaraq əvvəlcə yol kənarındakı işıq dirəyinə, daha sonra ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü Düzcırdaxan kənd sakini 25 yaşlı Fərid Tağıyev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Güclü zərbə nəticəsində kəndin elektrik enerjisi ilə təminatında fasilələr yaranıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildən sürücünün meyidini çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Ucarda da ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Alpı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Ford markalı nəqliyyat vasitəsilə Kamaz markalı yük maşını toqquşub. Hadisə nəticəsində Mirzəyev Elnur Elmanoğlu və Əhmədov Agil ölüblər. Faktla bağlı araşdırma aparılır. Türkiyədə müxtəlif ağır cinayətlər törətməkdə təqsirləndirilən və axtarışda olan şəxs Bakıda Azərbaycan hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, İstanbul və Azərbaycan polisləri arasında əməkdaşlıq çərçivəsində keçirilən əməliyyat nəticəsində saxlanılan şəxs Türkiyəyə gətirilib. Belə ki, həmin şəxs qəsdən adam öldürmə, narkotik vasitələrlə bağlı cinayətlər, eləcə də qanunsuz odlu silah və sursat əldə etmə, daşıma ittihamları üzrə axtarışda olub. Türkiyə tərəfi əməliyyatda əməkdaşlığa görə Azərbaycan Daxili İşlər Nazirliyinə və digər aidiyyatı qurumlara təşəkkür edib. Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən şərab evlərindən birində spirtli içki aldıqdan sonra pulunu ödəməkdən imtina edən şəxslə obyektin əməkdaşları arasında mübahisə yaranıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 26 yaşlı Rızayev saxlanılıb. Hazırda faktla bağlı Abşeron rayon polis idarəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticələrindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Bugün ölkənin bəzi ərazilərində təmir işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Keyfiyyətli göstəricilərin artırılması, artan yük tələbatının qarşısının alınması məqsədi ilə xüsusilə də Tərtər rayonunda xidməti ərazidə 6 kilovoltluq hava xəttinə toxunan ağacların budanması ilə əlaqədar səhər saat 10-dan 14:00-da Qaradağlı, Təzəkənd və Kəngərli kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranacaq. Ağdaş rayonunda da 10 kilovoltluq Şıxlı hava xəttində və 110-35-10 kilovoltluq Ləki Dartı stansiyalarında 10 kilovoltluq bölmədə təmir işləri həyata keçiriləcək. Beləliklə saat 10-dan 14-dək və saat 10:30-dan 12:30-dək Ərəş küçəsi, Aşağı Zeynəddin, Yeni Arx, Mürsəl, Şıxlı,
Orta Ləki, Yuxarı Ləki, Hapıtlı, Ovçulu, Güvəkənd, Əmirarx, Cardam, Nehrəxəlil, Kotanar, Tofiqi, Şəmsamabad kəndlərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bərdədə də Qaraməmmədli hava xəttində təmir və yeni dayağın əkilməsi ilə əlaqədar planlı fasilə saat 10-dan 15-ə dək davam edəcək. Seyid Yusifli, Hacallı, Mehdixanlı, Qayalı, Cicimli kəndlərini əhatə edəcək. Yevlaxda da xidməti ərazidə yerləşən 10 kilovoltluq hava xəttində təmir işləri ilə əlaqədar olaraq saat 10-dan 16-ya dək Qaramanlı, Hacı Mahmudlu, Nəmirli, Göyük, Nurallar kəndlərinin bir hissəsində fasilə olacaq. Görülən işlər yekunlaşdıqdan sonra adı çəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar. Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə Masallı rayon sakini Ağayev idarə etdiyi avtomobillə Astara rayon ərazisində yerləşən stasionar postda Baş Dövlət Yol Polis İdarəsinin YPX alayının əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə nəticəsində Ağayevin narkotik maddə qəbul etdiyi və sərxoşluq vəziyyətində olduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə Ağayev 15 gün müddətinə inzibati qaydada həbs olunub. Ucarda yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini 2004-cü il təvəllüdlü Qasım Adıgözəlovun idarə etdiyi Mercedes markalı minik avtomobilini naməlum avtomobil arxadan vuraraq hadisə yerindən qaçıb. Toqquşmadan sonra avtomobil yoldan çıxaraq əvvəlcə beton ara kəsməyə, daha sonra isə işıq dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişinlər Bakı şəhər sakini 2005-ci il təvəllüdlü Tofiq Əskərli və Gəncə şəhər sakini 2003-cü il təvəllüdlü Mahir Ələsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Sürücülərin dediyinə görə gecə saatları olması səbəbilə onu vuran avtomobilin markasını da görməyib. Qeyd edək ki, bu son 2 gündə Bakı-Qazax magistralının Ucar rayonundan keçən hissəsində baş verən 5-ci yol qəzasıdır. Faktla bağlı araşdırmalar aparılır. Samux rayonunun Əhmədbəyli kəndində də qəza baş verib. Sürücü qarşısına çıxan maneədən qorunmaq məqsədi ilə idarəetməni itirib və avtomobil qəza törədib. Nəticədə 1976-cı il təvəllüdlü Anar Quliyev və onun oğlu 2002-ci il təvəllüdlü Murad Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə aparılıblar. Hadisə yerinə yol polis əməkdaşları cəlb olunub, hadisənin baş vermə səbəbləri araşdırılır. Bu mənim bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə TNS TV-də hər gün xəbər saatlarını izləməyi unutmayın. Saat 17:00-da görüşənədək hələlik.